Bu dövrdə mütaliə, praktik fəaliyyət və sosial ünsiyyət nəzəri tapşırıqlardan daha faydalıdır. Lakin bu zaman iki vacib məqama diqqət yetirmək lazımdır. İlk öncə yay tapşırıqları onları dərs prosesindən qopmamasına şərait yaradır. Eyni zamanda yay tapşırıqlarını müəllimlər elə hazırlamalılar ki, bunlar şagirdlərin yay istirahətinə mane olmasınlar. Finlandiyada şagirdlərə tapşırıqlar verilərkən eyni zamanda onların sosial aktivlikləri də nəzərə alınır. Misal üçün, tapşırıqlar əsasən şagirdlərə öz həmyaşıdları ilə birlikdə işləmək, eyni zamanda ailə üzvləri ilə işləmək imkanı yaradır ki, bu da onların dərs vaxtında o qədər də ünsiyyət qura bilmədiyi insanlarla ünsiyyət qurmasına gətirib çıxarır. Psixoloqlar isə yay tətilində uşaqların gün rejiminin qorunmasının vacibliyini vurğulayırlar. Deyirlər ki, ekran qarşısında uzun vaxt keçirmək əvəzinə gün ərzində istirahət, fiziki aktivlik və digər məşğuliyyətlər arasında balans yaradılmalıdır. Mən düşünürəm ki, aşağı yaş siniflər, bir də yeniyetmələrin yay tətili cədvəli valideynin nəzarətində olmalıdır. Valideyn nəzarət etməlidir. Uşaq nə vaxt hansısa bir fəaliyyətə gedir, nə vaxt dostları ilə görüşür, nə vaxt dərslərinə zaman ayırır, nə vaxt planşet, telefona zaman ayırır. Hər şey düzgün bölgüdə getsə, heç bir problem olmayacaq. Mütəxəssislər hesab edirlər ki, yay tətilinin əsas məqsədi uşaqları dərslə yükləmək deyil. Balanslı istirahət, mütaliə, fiziki aktivlik və ailə ilə keçirilən keyfiyyətli vaxt onların yeni tədris ilinə həm bilik, həm də motivasiya baxımından daha hazırlıqlı başlamasına kömək edir. Maya Sabir qızı İlqar Abdullayev, İTV Xəbər.